Ümumi sınaq 1-in demək izahını verirəm. Burada demək alkanlarla alkenlər verib bizə deyir, bromlu suyu rəngsizləşdirir. Bu doymamış olacaq, yəni alkeni rəngsizləşdirəcək. Alkanların kreking məhsuludur. Yəni biz bilirik ki, alkanların krekingindən həm doymuş, həm də doymamış alınır. Ona görə bu B-ni mərkəzə yazırıq. Doymuş karbohidrogenlərdir. Aydın məsələdir, bu alkanlara aiddir. C ona görə birinciyə gedəcək. Alfatik karbohidrogenlərdir. Bunların hər ikisi alfatikdir. Alfatik o deməkdir ki, açıq zəncirli. Ona görə D də mərkəzə gedir. Hidrogenlə birləşmə reaksiyasına daxil olmur. Olmasa da demək bu doymuş karbohidrogen alkandır. Ona görə cavab olur C variantı. İkinci deyir ki, reaksiyasının da tarazlığa təsir etməyən amili göstərin. Tarazlığa 3 amil təsir edirdi. Temperatur, təzyiq, bir də qatılıq. Hidrogenin qatılığı təsir edəcək. Ona görə bu deyil. Xlorun qatılığı bu da təsir edəcək. Hidrogen xloridin qatılığı bu da təsir edəcək. Qabın həcmi, çünki qabın həcmi tarazlığa təsir etməyən amildir. Verilmiş elementlərdən hansı çox atomlu qaz halında bəsit maddə əmələ gətirir? Verilmiş elementlərdən hansı çox atomlu qaz halında bəsit maddə əmələ gətirir? Gətirmir. Bu arqondur. Burada O2, xlor 2, N2, F2, bunlar hamısı qaz halında bəsit maddə əmələ gətirir. Sonra dördüncüyə baxırıq. Xörək duzunun suda məhlul elektrolizi ilə bağlı verilən fikirlərdən hansı doğru deyil? Katodda hidrogen ayrılır. Natri xlordur xörək duzunun tərkibi. Qüvvətli metaldır. Ona görə katodda ayrılacaq hidrogen. Bu doğrudur. Anodda da xlor ayrılacaq və məhlulda əmələ gələcək natrium OH. Demək, katodda hidrogen alınır, bu doğrudur. Anodda xlor qazı alınır, bu da doğrudur. Məhlulda qələvə əmələ gəlir, bu da doğrudur. Katodda hidrogen iyonları reduksiya olunur, bu səhvdir. Katodda reduksiya olunan suda çıxan hidrogendir. Xlorid turşusu ilə reaksiya daxil olmayan metalı göstərin. Bu yəqin ki, pasiv metaldır, bu da gümüşdür. Bir atomlu ikili spirti müəyyən edin. Bir atomlu ikili spirt, bu propanol 2 olacaq burada. Demək, bir atomlu ikili spirtdir. İkili spirt demişik nəyə deyilir? OH-ın birləşdiyi karbon 2 dənə karbona birləşsin. Bu OH-ın birləşdiyi karbon 2 dənə də karbona birləşir. 200 qram 20% məhlula 200 qram 30% məhlulu qarşılıqda neçə faizli məhlul alınar? Demək, burada uşaqlar, bunu biz bu düsturumuzla da həll eləyə bilərik. M1 omega 1 üstünə gəlsin M2 omega 2 bərabərdir. M1 plus M2 omega 2. Yəni bu düsturumuzda hər kəsi yerinə qoyub 300-ü 20-yə vuranda eləyəcək 6000. Üstünə gəlsin 200-ü bu da eləyəcək 6000 bərabərdir. Demək, 200 ilə də 300-ü toplasaq eləyəcək 500 omega 2. 6000 üstü 6000 12000. Demək 12000 üstünə gəlsin bərabərdir 500 omega 2. Demək 120-yi də 5-ə böləndə eləyəcək 24%. 8-ci testə baxırıq. 1,2 dixlor 1,3 dixlor butana baxaq. Butandır bu. Demək 1,3 dixlor butan. Demək birinci və üçüncü karbonunda bunun xlor var imiş. Xlorun biri buradadır, biri buradadır. Sonra deyir ki, sink metal ilə təsir etdi. Karbon atomları 3 karbon atomu qədər uzaqdadırsa da, demək bu zamanlar disiklik quruluş əmələ gələcək. Yəni bu da 3 karbon uzaqdadırsa, disiklopropan əmələ gələcək. Bu metil qrupda qıraqda qalacaq. Olacaq metil siklo propan E variantı. Doğru verilmişdir. Reaksiyaları müəyyən edin. Dəmir üzərinə xlor gələndə alınır dəmir 3 xlorid. Bu dəmir 2 xloriddir. Ona görə bu səhvdir. Dəmir 2 xlorid kalium hidroksidlə reaksiyasında dəmir 3 hidroksid alınır. Bu doğru. Dəmir 2 hidroksid alınır. Bu doğrudur. Dəmir 2 hidroksid taparsanız dəmir 2 oksid alınır. Bu da doğrudur. Ona görə doğru cavab olur ikinci ilə üçüncü. Hansı oksidin növü doğru göstərilməyib? Dəmir 2 oksid əsasidir, bu doğrudur. CO turşu oksiddir, xeyr, bu duz əmələ gətirməyən oksiddir. Cavabımız olur B variantı. Sink oksid amfoter oksiddir, NO duz əmələ gətirməyən oksiddir, doğrudur. Maqnezium oksid əsasi oksiddir.
Misin sulfat turşusuna reaksiyasından demək qatı sulfat turşusu da aydın məsələ burada alınacaq SO2. X maddəsi haqqında deyilənlərdən hansı doğrudur? Sulfat turşusundan anhidridir. Yox, xeyr, sulfid turşusundan anhidridir. Sulfid turşusundan anhidridir. Bu doğrudur. Sulfid turşusudur. Bu səhvdir. Turşu oksididir. Bəli, doğrudur. Duz əmələ gətirməyən oksiddir. Bu da səhvdir. Demək cavabımız olur 2 ilə 4. C variantı. Sonra gəlirik. Deyir ki, polimerləşməsindən izopren kauçuku alınarsa eri müəyyən edin. İzopren kauçuku izoprenden alınır. İzopren olanda da burada bir dənə CH3 metil qrupu olur. Ona görə deyir ki, burada erin yerinə hansı qrup olacaq? Aydın məsələdir ki, metil qrupu olacaq. 8 mol amonyak yandıqda 75% çıxımla neçə litr azot qazı alınır? Gəlin amonyakın yanma reaksiyasını yazaq. Demək, azot qazı N2 ilə H2 alınır. Bunu əmsallaşdırsaq, bura bir 4, bura 4. Sonra bura 6, burada 3 düşəcək. Deyir, 8 mol yandırdıqda 75% çıxım neçə litr azot alınacaq? Demək, 4-dən 4 alınırsa, aydın məsələ 8-dən 8 alınacaq. Ancaq 8 o vaxt alınır ki, bizim çıxımımız 100% olsun. Bax, 4 mol amonyakdan 4 mol azot alınır. Bizim də 8 mol amonyakımız varsa, demək 8 mol azot alınmalıdır. O vaxt alınır ki, bizim çıxımımız 100% olsun. Bizim çıxımımız da 75% olduğu üçün alınacaq ilk qız. O da eləyəcək 6 mol. 6'yı da neçə litr azot qazı alınır? 75% çıxımla neçə litr azot qazı alınır? Burada cavab yoxdur ki, məncə. 8 mol amonyak yandıqda 75% çıxımla neçə litr azot qazı alınır? 4-dən 4 alınır da burada. Yox, 4-dən 2 alınır. İstəyirəm onu səhv işarə edirəm. Demək, onda 8, 4-dən 2 alınırsa, onda tənasib qurmaq lazımdır. Mən bunu katartik oksidləşəndə əmsalından yazmışam. Demək, 4-dən 2 alınırsa, 8-dən də x alınır, o da eləyəcək neçə? Demək, 1, 2, 4 mol. Demək, 400%'dirsə, onda 75% olanda eləyəcək 3 mol. 3'ü də 22,4'ə vuranda eləyəcək 67,2 litr. Verilmiş maddələrdən hansı maddəyə, verilmiş müddəalardan hansı maddəyə aiddir? Hidroskopikdir, su ilə reaksiya daxil olur, baş oksididir. Katı sulfat turşusu xeyir, natrium hidroksid xeyir, yəni bu heç oksid deyil, baş oksid. Karbon qazı CO2 baş oksid, ancaq hidroskopik deyil. Difosfor pentoksid, bəli, P2O5 hidroskopikdir, yəni hidroskopik nədir uşaqlar? Su uducu xassəyə malikdir. Su ilə reaksiya gedəndə müxtəlif şəraitdə müxtəlif turşular alınır və fosforun baş oksididir. Tripeptid əmələ gələrkən 5,4 qram su alınıbsa, reaksiyada neçə mol amin turşusu daxil olmuşdur? Tripeptid o deməkdir ki, 3 amin turşusu reaksiya gedir və bu zamanlar əmələ gəlir tripeptid və 3 mol amin turşusu reaksiya gelirsə, buradan 2 mol su çıxacaq. Demək, burada deyir ki, tetrapeptid deyir, 3 mol su çıxacaq. Burada 4 amin turşusu reaksiya gedəcək. Tetrapeptid əmələ gəlir 5,4 qram su alınıbsa. Bizdə də 54 qram su alınıbsa, 0,4 mol amin turşusu reaksiya girib. Onda 5,4'də də 4 mol amin turşusu reaksiya girib. 0,4 deyirəm, 4 mol amin turşusu girib. 5,4'də də x o deyəcək 0,4 mol B variantı. Sonra gəlirik molekulunda neçə sigma S3 S orbitallarının örtülməsindən əmələ gəlmiş. Burada elə S deyirsə hidrogenin sayına baxırıq. 3'ü burada, 2'si burada 5. 5 dənədir da, çünki bunlar sp2'dir. Bizdə sp3 soruşur, o da olacaq Y variantı. Reaksiyasında deyir, başlanğıc maddələrin mol sayı zamandan asılı qrafiki verilmiş. Deyir ki, müəyyən edin. Demək, biri tamamilə sərf olunub. Biri isə tamamilə sərf olunmur. Bunu əmsallaşdıracaq uşaqlar, burada bir 4 əmsal düşəcək. Və baxırıq ki, başda ikisi də eyni mol miqdarındaymış. Biri tamamilə sərf olunub. Demək, bu da 4 mol imiş, bu da 4 mol imiş. Və biri, demək, x onda 4 imiş. X bərabər oldu 4.
və biri tamamilə sərf olunur. O halda məsələ bu tamamilə sərf olunur. Ancaq bundan 1 mol sərf olunur. Demək onda y neçə imiş? 3 imiş. Çünki manqan 4 oksiddən 1 mol sərf olunacaq da 4 mol götürürsə də 3 molu qalacaq. Ona görə də x olur 4, y də olur nə? 3. Cavabımız olur B variantı. Hansı maddələr birbaşa dissosiasiya edir? Birbaşa dissosiasiya yəqin bir mərhələli dissosiasiya demək istəyir uşaqlar bu. Burada bu hidroduzdursa 2 mərhələli dissosiasiya edir. Bu bir mərhələli dissosiasiya, çünki bir dənə OH var. Bu 3 mərhələli dissosiasiya edir, çünki 3 dənə hidrogeni var. Bu ümumiyyətlə dissosiasiya eləmir, çünki çöküntüdür. Ona görə cavab olur yalnız 2. Ozonotor cihazından keçirilmiş oksigenin 60% ozona çevrilibsə, alınan qarışıqda ozonun həcm payını müəyyən edin. Demək 3 dənə O2-dən alınır 2 dənə O3. Bunu bilmirik nə qədərdir. A ilə işarə eləyək. Ancaq deyir 60% ozona çevrilir. Əgər A 100%-dirsə, demək onda bunun 60% eləyəcək 0,6A. Deyilmi? Bunu eləyəcək 0,6A eləyəcək. Demək biz də baxırıq ki 3 oksigendən 2 ozon alınır. 0,6A-dan da x alınır. X də bərabər olar 0,4A-ya. Yəni 0,4A qədər bizim nə alınıb? Ozon alınıb. Deyir, çevrilibsə alınan qarışıqda ozonun həcm payını hesablayın. Ozonun həcm payını hesablayın. Demək uşaqlar, bu A-ydı. Başlanan oksigen 0,6A-sı istifadə olundu. Demək, burada oksigendən 0,4A qaldı. 0,4A da alındı bizim ozonumuz. Hər ikisi 0,4 olduğuna görə demək 50-50 olacaq. 50% ozon olacaq, 50% oksigen olacaq qarışığın içərisində. Demək, burada virus reaksiyası verib uşaqlar bizə. Natriumla reaksiyasından alıb 2,3 dimetil butan. Demək, maddənin əvvəlcə formulunu yazaq. Demək, 2,3 dimetil butan. Demək, ortadan tam bölsək, demək, bu izopropil radikal imiş R. Burada da deyir, izopropil, demək, burada izopropil radikal imiş, bu izopropil imiş və kalium hidroksidinin spirtdə məhluluna gələndə, aydın məsələdir ki, onda reaksiyasını buradan yazaq. Demək, CH3, CH xlor, CH3. Buna əgər kalium hidroksidin spirtdə məhluluna gəlirsə, uşaqlar, burada aydın məsələdir ki, buradan propen alınacaq. Demək, alınacaq CH2, 2 qat rabitə CH, CH3. Propen alınacaq. İndi görək, nə soruşur? Bizdən X maddəsi haqqında verilən fikirlərdən hansı doğruları seçin? Demək, deyir, 2-dir, spirtdir. Xeyr, burada doymamış karbohidrogen. Bu səhvdir. 1-li spirtdir, bu da səhvdir. Ümumi formu CH2-dir, bəli. Alkenləri o yolunda, alkenlərdə CH2-dir, bu doğrudur. Polimerləşə bilir, bəli, polimerləşir. sp2 hibridləşməyə malik karbon atomu yoxdur. 2 dənə karbon sp2-dir, biri budur, biri də budur. Biri sp3-dür, ona görə bu da səhvdir. Ona görə 3 ilə 4 hansı oldu? 3 ilə 4 bu doğru olur. 21-ə baxaq, hansı element allotropik şəkil dəyişmə əmələ gətirmir? Allotropik şəkil dəyişmə əmələ gətirməyən burada kaliumdur. Reaksiyadan alınan X maddəsini müəyyən edin. Burada demişdik ki, bu maddə kumoldur. Sulfatursun katalizatorun oksidləşəndə buradan alınırdı nə? Fenol, yəni OH, fenol alınır. Sonra gələk 23-cü 196 qram sulfat turşusunun alınması üçün neçə mol ferimeski götürülməlidir? Bax, burada buna baxırıq. 2 dənə kükürt atomu varsa da demək, onda 1 mol ferimeskidən 2 mol nə alınmalıdır? Sulfat turşusu alınmalıdır. Yəni kükürdün sayı qədər. Bu da deyir ki, alınması üçün neçə mol götürülməlidir? 1 mol götürülməlidir da. 1 mol götürülməlidir ki, 2 mol sulfat turşusunun. Çünki sulfat turşusunun 1 mol 98 qramdır, 2 mol 196 qramdır. Deyir, maddələrin adları hansı halda doğru verilmişdir? Sirkə turşusu doğrudur. Etanol xeyir səhvdir, bu sirkaldehitidir. Hə, yox, etanal deyir. Etanal, hə, bu da doğrudur. Sonra HPO3 pirofosfat turşusu. Yox, bu metafosfatdır. Ona görə bu səhvdir.
mis sulfat yox, mis 2 sulfat. Bu da səhvdir. Sonra riboza, bəli bu ribozadır. Anilin, bəli bu anilindir. Ona görə cavab olur 1, 2, 4, 5. Glikoza etil spirtinə qıcqırması reaksiyasında 6 mol etil spirti yaranıbsa, demək glikoza etil spirtinə qıcqıranda uşaqlar bu zamanları yadımızda saxlayırıq ki, 2 mol spirt alınır, 2 mol da karbon qazı alınır. Və indi buradan deyir ki, 6 mol spirt alınıb, 6 mol bu alınıbsa, demək 6 mol da karbon qazı alınıb və onu da litrlə istədiyinə görə 6 vururuq 22,4, o da eləyəcək 134,4. Siniflər arası izomer olan maddələri müəyyən edin. Burada spirtlə sadə efirlər siniflər arası izomerdir. Sonra mürəkkəb efirdir. Bu da aldehiddir. Mürəkkəb efiri 1 ilə 2-dir cavab. Uyğunluğu müəyyən edin. Əvəz etmə reaksiyası, mübadilə reaksiyası, birləşmə reaksiyası. Birinci, biri bəsit, biri mürəkkəb maddədə əvəz etmə reaksiyasıdır. İkinci, yenə əvəz etmə reaksiyasıdır. Demək, alkanlar bölməsində deyirdik ki, dərsində deyirdik ki, alkanlar halogenlərinə əvəz etmə reaksiyasına girir. Bu mübadilə reaksiyasıdır, həm də neytrallaşma reaksiyası deyil. Turşun əsas arasında gedib normal duz və su əmələ gətirir. Ona görə bu C buraya gedəcək. Natrium OH-ın karbon qazına reaksiyası bu birləşmə reaksiyasıdır. Mis sulfa bu da olur yenə mübadilə reaksiyası və yaxud dəyişmə reaksiyası Y variantı. 28-ci testə baxırıq. Demək 28-ci testdə deyir sıra nömrəsi 16 10 X elementin əmələ gətirdiyi hidrogenli birləşmənin və baxış oksidinin formulunu tapın. Əgər bunun sıra nömrəsi 16-dırsa, demək 2, 8, 6, 3S üstü 2, 3P üstü 4, 3-cü dövr, 6-cı qrup əsas yarım qrupdur. 6-cı qrupda hidrogenlərin 2 valenti ilə birləşirdi. XH2, baş oksidinin formulu da XO3 olacaq. Çünki maksimum valenti ilə birləşirdi oksigenlə. 2 mol sirkə turşusuna 75% çıxımla alınan etil asetat efirinin mol sayını müəyyən edin. Burada uşaqlar 1 mol sirkə turşusundan 1 mol etil asetat alınır. Ona görə də 2 moldan da 2 mol alınmalıdır. Ancaq 2 mol o vaxt alınardı ki, bizim çıxımımız 100% olsun. Bizim çıxımımız da 75% olduğuna görə alınacaq nə? 1,5 mol. 30-cuya baxırıq. Xlorla natrium hidroksid reaksiyaya girən doxun üzərində heç nə yoxdur uşaqlar. Yəni adi şəraitdə gedib. Onsuz da buradan görünür də oksigen hipoxlorid duzu alınır. Alınır natri xlor. Buradan görək başqa nə istəyir bizdən. Burada alınır demək H xlor. Deyir emeriksin, emerikin fərqini. Demək natri xlordur. O birisi də H xlordur. Aydın məsələn xlorlar buradan getsə, bunlar bir-birindən çıxsa, natriumunki 23-dür, hidrogeninki də 1-dir. 23-dən elə bil çıxacaq biri. Qalacaq 22. Cavab olacaq 22.